Onun adı 1930-cu illər Azərbaycan mədəni həyatında aparıcı simalar sırasındaydı. Məmməd Sadıq Əfəndiyev 20-ci yüzyılın ilk 10 illərində yeni zamanın tələblərinə uyğun qurulub inkişaf edən Azərbaycan teatrı, Azərbaycan musiqi mədəniyyəti, Azərbaycan təhsilinə töhfələr verməkdəydi. Və onun ocağında dünyaya göz açan İmruzun da, Fədlunun da sabah elə qanun hökmü ilə sənət səmtə yönəlməsi təbii idi. Ancaq tale ilə gətirdi ki, mədəniyyətimiz, xalqımız Məmməd Sadıq Əfəndiyevi tez itirdi. O da 2-ci Dünya müharibəsinin qurbanlarından birinə çevrildi. Amma yol da yarımçıq qalmadı. Övladları Məmməd Sadıq Əfəndiyevin başladığı işləri artıq öz yenilikçi atalarının ruhuna və səliqəsinə uyğun olaraq təzə vaxt içərisində davam etdirdilər. İmruz musiqişünas oldu, Fədlun rəssam. Xatırlayıram ki, 1980-ci illərin lap əvvəllərində Dahi Hüseyn Cavidin 100 yaşının ərəfəsində onun əsərləri nəşrə hazırlanarkən, bir qədər sonra Cavidin ev muzeyinin yaradılması yolunda ciddi hazırlıq işləri aparılırkən, Fədlun bu istiqamətdə nə qədər şövqlə çalışırdı. İmruz da elə ilk gəncliyindən özünü musiqiyə həsr etdi. Atasının silahdaşlarından olmuş Böyük Üzeyir Hacıbəylinin adını daşıyan konservatoriyanı bitirdikdən sonra İmruz Əfəndiyeva doğma təhsil ocağından ayrılmadı. Dahi Qara Qarayevin rəhbərliyi altında fəaliyyətini davam etdirdi. Onun başçılıq etdiyi kafedrada çalışdı və ömrünün sonraki irəliləyiş mərhələlərində həmişə əziz müəlliminin əsl atalıq qayğısını duydu. İmruz Əfəndiyeva sonralar Bakı Musiqi Akademiyası adlandırılacaq konservatoriyada 1955-1960-cı illər arası təhsil almışdı. 2025-ci ildə onun konservatoriya Musiqi Akademiyasına bağlılığının 70 ili yenə auditoriyalarda tamamlandı. İmruz xanım bugün də həmin əziz məkanda tələbələri ilə üz-üzədir. Artıq İmruz Əfəndiyevanın konservatoriyaya, Bakı Musiqi Akademiyasına bağlılığının 8-ci 10 ili başlanır. Və bu bir başqasının bundan belə təkrarlamasının çox çətin olduğu rekorddur. ...60 ildən artıq müddətdə davam edən pedaqoji və elmi fəaliyyəti boyunca İmruz Əfəndiyeva musiqişünaslıq xəzinəmizə onlarca qiymətli əsərlər bəxş edib. Və bugün də yenə elə əvvəlki həvəsi və təşəbbüskarlığı ilə musiqi gerçəkliyimizin ümdə mövzularını diqqətində saxlamaqdadır. Mən Bəstəkarlar İttifaqında birinci olan məni 90 ilimi keçdilər və mən orada dedim ki, mən necə çatmışam bu 90 yaşına. Mən də dedim ki, baxın, mənə sizin hamınızın olan yaxşı münasibəti. Bu çox vacibdir. Xeyirxahlıq, mehribanlıq, sadəlik, belə diqqətlik. Mən bu diqqətliyi həmişə görmüşəm. Dilə, qələmə nə var ki, uzun bir ömür asanca saatlara, bəzən dəqiqələrə də sığışır. Çətin olan ömrü yaşamaq və onu yalnız özün içində deyil, cəmiyyətdən, xalqından ötürü faydalı, gərəkli davam etdirməkdir. İmruz Əfəndiyeva bu baxımdan xoşbəxt insandır.
atasının Azərbaycan mədəniyyətində başladığı parlaq yolu 10 illərdir ki, şərəflə davam etdirir. Bəhrələri hamımıza çatan bu yol, qiymətli bir musiqişünas alimin, yorulmaz bir mədəniyyət xadiminin ata yoluna sədaqət və xalqına təmənnasız xidmət hekayətidir.